Salam əziz dostlar, bu buraxılışda mən sizə hal-hazırda aktual bir mövzu olan, gündəm olan Hindistan-Pakistan arasında olan bu münaqişədən bəhs edəcəyəm. Bu əslində bizim üçün çox önəmlidir. Tək Pakistanın bizim üçün strateji müttəfiq olması ilə bağlı deyil. Burada başqa nüanslar da var. Videonun irəliləyən dəqiqələrində ətraflı məlumat verəcəyəm. Pakistan və Hindistan əslində eyni millətdirlər. Necə ki biz, Türkiyə və yaxud Ukrayna, Rusiya, Pakistanla Hindistan da eyni millətdir. Vaxtilə ora Hindistan İngiltərənin, Böyük Britaniyanın koloniyası olub. 47-ci ildə isə Britaniya oradan çıxanda ölkə iki hissəyə bölünür. Hindistanın müsəlman əhalisi ayrılaraq Pakistan dövləti qurulur. Sonra isə Pakistan bir dəfə də bölünür. Şərqi Pakistan adlanan Bangladeş Pakistandan ayrılır. Bunlar eyni millətdirlər. Sadəcə Hindli müsəlman, Pakistan Hindli müsəlmanlardır. Yəni bizim insanlar bunu görürəm ki, çox insan bu barədə məlumatsızdır. Pakistanlılar Hindli müsəlmanlardır. Təbii ki, orada tayfalar var, fərqli orada etnik qruplar var. Misal üçün, Pakistan vaxtilə Hindistanın, yəni Əfqanistan tərəfi olduğu üçün orada Piştunlar, yerli, misal üçün, Hunza türkləri var. Vaxtilə onların baş nazirləri olmuş İmran Xan da, misal üçün, əslən Hunza türklərindən idi. Amma yəni Pakistanlaşmış, yerli, assimilyasiya olmuş bir insan idi. Yəni orada fərqli tayfalar, qəbilələr, klanlar vardır. Yəni bunlar eyni millətdirlər. Mücadilə indi nədən gedir? Yəni əsaslandırırlar ki, əslində bunlar arasında bir neçə dəfə müharibə olub. 47-ci ildə dövlət yaranandan sonra elə bir il keçməmiş yenidən bir münaqişə yaranıb Kəşmirlə bağlı. Hal-hazırda da elə əsas Hindistan və Pakistan arasında olan mübahisəli ərazi Kəşmirdir. Cammu Kəşmir var, orada fərqli yəni parsellərə bölünüb. Kəşmirlə bağlıdır problem. Sonra bir neçə dəfə yəni Hindistanla Pakistan arasında müharibələr olub, kiçik, irili, xırdalı. Sonra Hindistan nüvə silahına sahib olub. Nüvə silahına sahib olmamışdan qabaq hal-hazırda münaqişə bu dəfə niyə görə başladı? Pakistan ərazisində olan müqavimət cəhbəsi deyək də, yəni müqavimət cəhbəsi adlanır. Onu Hindistan Kəşmirin xilası ilə bağlı, azadlığı ilə bağlı müqavimət cəbhəsidir. Onu Hindistan terror təşkilatı kimi tanıyır. Pakistan özü də müəyyən dövrdən sonra onu terror təşkilatı kimi tanıyır, belə demək olar. Bəlkə də altdan dəstəklədiyi də ola bilər, amma rəsmi olaraq o da terror təşkilatı kimi tanıyır deyilənlərə görə. Həmən bu terror təşkilatı, qruplaşma Kəşmir ərazisində, yəni Hindistan tərəfinə bağlı olan, Hindistanın nəzarətində olan Kəşmir ərazisində istirahət edən turistləri terror nəticəsində, belə deyək də, öldürmüşdür və bundan sonra Hindistan da buna cavab olaraq İndus suları müqaviləsini dayandırmışdır. Bu nədir? BMT-nin başçılığı ilə, nəzarəti ilə Hindistandan gələn böyük İndus çayı var. Bir neçə qoldan ibarət, yəni çoxlu su kütləsi var orada. Həmən o su da axaraq Pakistan ərazisinə gəlir. Pakistan da aqrar dövlətdir. Əsasən gəlirləri, yəni kənd təsərrüfatı ilə formalaşan bir dövlətdir. Əhalinin də dolanışığı kənd təsərrüfatı ilədir. Bu suyun kəsmişdir. Bu suyun kəsilməsi də müqavilədən danışaq, hələ bu terrora qədər danışım. Müqavilə olmuşdur və vaxtilə Hindistandan gələn sular da Pakistana rahat şəkildə keçirilirdi ki, hər iki tərəf bu sudan, təbiətin suyundan doğru şəkildə faydalansın. Sonra 1974-cü ildə Hindistan nüvə silahına sahib olur.
nüvə silahına sahib olandan sonra üstünlük ona keçir. Pakistan da o vaxtı hətta onların rəhbərliyi də demişdi ki, yəni biz də ac qalarıq, nə bilim susuz qalarıq, hətta nə bilim ot yeyərik, nə yeyərik, biz də nüvə silahına sahib olacağıq. Çünki Hindistanın əlində nüvə silahının olmağı onun üçün təhdid idi və Hindistan bir neçə dəfə 74-cü ildə nüvə silahını əldə edəndən sonra nüvə sınağı da keçirir və onunla bir meydan oxur Pakistana. Pakistan da ondan sonra hərəkətə keçir və baxmayaraq ki, çoxlu maneələr var idi, müəyyən yollarla, çünki Pakistanlı alimlər Qərbdə işlədiyi üçün Qərbdə onların əlaqələri var idi, müəyyən bunun yollarını bilirdilər, yəni mühəndisliyi bilirdilər, nüvə silahı necə hazırlana bilər, amma o texnologiyanı əldə etmək çətin idi. Qərb dövlətləri də Pakistanın bu silahı əldə etməyini, niyyətini bildikləri üçün, çünki açıq şəkildə bəyan etmişdilər, hər vəclə çalışırlar ki, onları yolları kəsilsin, amma Pakistan dövləti qərarlı idi və həmən alimlər Qərbdəki öz dostlarından, əlaqələrindən istifadə edərək bu texnologiyanı əldə etdilər və 1998-ci ildə Pakistan da ilk dəfə nüvə silahının sınağını keçirdi. Bunlar hər ikisi nüvə dövlətidirlər. İndi isə bu terror hadisəsi baş verdi. Hindistan da yəni suyu kəsdi. Bu da Pakistan üçün yəni çox böyük faciə demək idi və müharibə səbəbi idi. Açıq şəkildə də dövlət bəyan etdi ki, bu müharibə səbəbidir. Yəni terror hadisəsi var. Təbii ki, biz bunu qınayırıq. Eyni zamanda Pakistan öz ərazisində o terrorçuların gizlənə biləcəyi yerlərin hamısında əməliyyat keçirdi ölkə daxilində və o terrorçuları zərərsizləşdirdi. Amma buna baxmayaraq Hindistan suyun qarşısını açmadı. Yəni məqsəd nədir? Əgər terror hadisəsi olubsa, ilk addım olaraq yaxşı təzyiq üçün bu suyun qarşısını kəsdin, aydındır. Pakistan da bunu onun əli olmadığını, plus da bu terror təşkilatı onu məsuliyyəti üzərinə götürdü. Pakistan da həmən o terrorçulara qarşı əməliyyat keçirdi, onların çoxlu sayda terrorçunu öldürdü. Suyu açdı. Məsələ nədir? Niyə suyu açmırsan? Yəni məqsəd əslində bu terrorçu filan deyil, terror filan deyil. Yəni hətta biz müəyyən dünyada baş verən hadisələri, dünyada siyasi gedişatı, konjunkturanı, istər yaxın şərqdə, istər Ukraynada, istər Amerikanın bu məsələlərdə, misal üçün, vəziyyəti düzəldəcəyinə söz verməsi, amma düzəldə bilməməsi filan və yaxud Çinlə Amerika arasında dünyada baş verən gediş hal-hazırda baş verməkdə olan ticarət müharibələri, dünyada qütbləşmə, dünyada yeni güclərin meydana çıxması, ticarət yollarına nəzarət filan, bunların kontekstində baxanda, yəni bunun sıradan bir terror olmadığını biz görürük. Bu terroru hiss olunur ki, indi mən burada dövlət adı çəkməyim. Bunu təşkil edən dövlətlər var, səbəb də açıqdır. Yəni plus da siz əslində o vaxtdan bu vaxta deyirlər də bir üçüncü dünya müharibəsi təşkil olunmalıdır. Dünya əhalisi sayı çoxalıb, nə bilim, dünyada müəyyən işlər baş verir. Bunu istəyən mərkəzlər var ki, ümumiyyətlə üçüncü dünya müharibəsi olsun. Birinci dünya müharibəsini də kimlərsə çıxarıb, səbəbləri var idi, imperiyaları dağıtmaq, yeni dövlətlər yaratmaq üçün. İkinci dünya müharibəsi də çıxarılıb, yəni o sıradan bir şeylər deyil, hamısı planların nəticəsindədir. Görünür ki, üçüncü dünya müharibəsi də çıxarılmalıdır, yəni baş verməlidir. Bunun üçün də proseslər gedir, orada, burada lokal müharibələr, bu amma kimlərisə razı salmır. Böyük bir müharibə olmalıdır. Mən videolarımda da demişəm, Amerikalı məşhur o strategilərdən biri, amma unutmuşam, ya Kissingerdir, ya da onlardan biri. Bunlar dünya siyasətində önəmli fikri olan insanlardır. Bunlar deyiblər ki,
3-cü Dünya müharibəsi 100% mütləq daha doğrusu çıxacaq. Bu ya onların dediklərinə görə ya Qafqazdan çıxmalıdır, hətta Qafqaz adı da işlənilib, ya da ki Pasifik okeanda, ümumiyyətlə Pasifik okean deyəndə ümumiyyətlə uzaq şərqdə də bu Yaponiya, Rusiya arasında Kuril adaları üzərindən də ola bilər. Çin, Tayvan münaqişəsi də ola bilər. Hindistan, Pakistan arasında da ola bilər. Çünki Hindistan, Pakistan arasında olanda məsələdə Çin də var. Orada da dünyanın 1/3 əhalisi yaşayır. Təsəvvür edin, milyard yarım Çin, milyard yarımdan da artıq Hindistan. Hindistan əhali sayına görə bu dəqiqə dünyada birincidir. Hər ildə 50 milyona yaxın uşaq doğulur. Təsəvvür edin, doğulanların sayı ölənlərin sayına nisbətdə üstələyir. Pakistan da özü 300 milyona yaxın. Dünyanın 4/1, daha doğrusu 3/1 orada yaşayır. 3/1-dən də çox, 8 milyarda yaxın əhali varsa təsəvvür edin. Bunlar hər üçü də nüvə dövlətidir. Və üçünün də bu Kəşmirlə bağlı problemi var. Kəşmir əslində 40-50% arası Hindistanın nəzarətindədir. 35% Pakistanın nəzarətindədir. Hətta 15% də Çinin nəzarətindədir. Yəni Kəşmir üç ölkənin münaqişə zonasıdır əslində. Niyə görə bu? Bu müharibə əslində başladı. Hindistan əslində belə deyək də böyük dövlətdir. Böyük, çoxlu sayda böyük ordusu var. Ehtiyat ordusu da çoxdur. Maddi imkanlı ölkədir. Yəni inkişaf etmiş də deyə bilərik hətta. Çünki çox böyük şirkətlər var orada. Hətta gələcəkdə ola bilsin ki, Çindəki şirkətlər Hindistana da keçid eləyə bilər. Çünki Hindistanı da yavaş-yavaş görürsən ki, yüksəldirlər. Yəni bunlar boşuna deyil. Necə ki Çini yüksəldən beyin Çin beyni deyildi, Rothschildlər idi, filanlar idi. Kommunizmin içində bir liberal kapitalizm yaratmışlar. İndi də həmən şeyi Çinə köçürmək var. Hətta orada Özbəkistan, bizim qardaş Özbəkistanı da böyütmək var məsələnin içində. Bunlar hamısı planlı şəkildədir. Görürsünüz, Özbəkistan da iqtisadi cəhətdən yüksəlir. Bunu elədilər. Amma Pakistan fikir verdirsə, Pakistan istəmirdi münaqişə olsun. İlk günlərdən baxmayaraq ki, təbii ki, su məsələsinə görə dedi ki, bu döyüş müharibə səbəbidir falan filan, amma Pakistan yumşaq idi. Yəni istəmirdi problem yaransın, böyüsün. Amma Hindistan çox təəssüflər olsun ki, bax necə ki Rusiya Ukrayna məsələsində oyuna gəldi və yaxud böyük bir səhv addım atdı, indi də çıxa bilmir. Hindistan da buna getdi. Yəni müharibəni ilk, yəni raketləri ilk ataraq Hindistan ilk dəfə, yəni əslində bu Hindistan ərazisi falan deyil, bu Kəşmir ərazisindədir bu atışmalar, amma Hindistan çox səhvən Pakistan ərazisinə keçmişdi hava qüvvələri ilə. Pakistan da onların 5 təyyarəsini, 4 təyyarə də ola bilər, biri hava İHA deyək də, yəni ki, dron da ola bilər, saldı aşağı. İndi isə Hindistan qərbə üstörtülü yalvarır ki, bu münaqişəni dayandıraq. Çünki bilirsiniz, Hindistan böyük dövlətdir, əhalisi çoxdur, əsgər sayı çoxdur, hərbi büdcəsi 80 milyarda yaxındır, Pakistanın isə əhalisi azdır, əsgəri sayı azdır, büdcəsi 10 milyarddır. Təbii ki, onun əhali sayında, əsgər sayına nisbətdə, yəni büdcə təbii ki, Hindistanda böyük olmalıdır, amma çox böyükdür də. Pakistan görürsən ki, müharibəni uzatmağa meyilli deyil. Baxmayaraq ki, mən açıq şəkildə deyirəm, Pakistan Hindistana çox böyük ziyan vura bilər. Heç 1-2 gün ərzində bu atışma oldu, heç münaqişə elə də çox böyümədi. Bu efirdə deyilənlərə baxmayın, hər kanalı açırsan, Pakistan belə elədi, Hindistan belə elədi. YouTube kanalları, televiziya kanalları, yəni biraz da şişirdirlər.
Yəni oldu müəyyən şeylər, amma Pakistan daha çox Hindistana ziyan vurdu. 5 təyyarəsini saldı, bir dənə böyük bir qarnizonu dağın təpənin başında vurdu, hətta axırda bayraq qaldırmaq, ağ bayraq qaldırmaq məcburiyyətində qaldılar. Pakistan Hindistanla sayı filanı bir nəzərə aldı, aydındır. Texnikası az ola bilər, əsgəri az ola bilər, amma Pakistan ondan daha güclüdür və əzmkardır. Pakistan amma müharibənin olmağını istəmir. Səbəbləri də odur ki, Pakistan kasıb dövlətdir. Müharibə dediyim bir şey maddiyyət tələb edən bir şeydir. Hindistanın müharibəni, uzun müharibə aparmağa maddi və resurslar baxımından imkanı var. Hindistan yəni varlı ölkədir. Pakistan isə kasıb ölkədir. Yəni uzun müddətli müharibə Pakistan üçün çox yıxıcı olar. Burada məğlubiyyətdən söhbət getmir. Yəni kasıb ölkədir, maddiyyatı yoxdur. Təsəvvür edin ki, Pakistan bu Ukrayna-Rusiya müharibəsində inventarında olan, ehtiyatda olan top mərmilərinin çoxusunu da ehtiyacı olduğu üçün Ukraynaya satıb. Təsəvvür edin, Pakistan yəni maddi kasıb ölkədir. Amma Pakistanlılar çox ağıllı insandırlar. Adicə biz YouTube-da filan da baxın, görün Pakistanlılar nələr edirlər. Çox bacarıqlı, istedadlı, əzmkar və ən vacibi də Pakistanda xalq ordu ilə birlikdədir. Necə ki biz 44 günlük müharibədə bizim xalqımız necə oldu, Pakistan da eynən odur. Həm müsəlman olmaqları, həm də Pakistanlılar ümumiyyətlə tamam fərqli bir xalqdırlar. Oranı əsasən dövləti ordu və xüsusi xidmət orqanları, yəni kəşfiyyat idarəsi idarə edir və əsasən onlardır. Siyasət də, yəni məsələnin siyasi tərəfidir. Pakistan çox güclüdür, amma yenə də deyirəm, kasıb ölkədir, müəyyən çatışmazlıqları var. Burada düzdür, Pakistan, Çin heç vaxt Pakistanın arxasındadır, hər zaman arxasındadır və müharibə böyüyərsə, təbii ki, Hindistan da bunu öz gücünə arxalanaraq etmir. Yəni müəyyən dövlətlərə arxalanaraq edir, amma yanlış edir. Çin Pakistanın yanındadır. Həm ona görə yanındadır ki, bunlar strateji müttəfiqdirlər, həm də həmən o Kəşmir məsələsini bizə necə adiyyat olduğunu deyim. Həmən o yol, biz indi misal üçün Azərbaycanda Zəngəzur yolunu müzakirə edirik. Bizdə dövlət başçısı, rəsmilər Çinə getdilər, gəldilər filan filan. Bu bizim Zəngəzur yolu bizim üçün niyə önəmlidir? Həm bizim Türkiyə ilə, Naxçıvanla əlaqəmiz, həm də orta koridor dediyimiz qədim İpək yolunun indi bir yol, bir kəmər deyirlər. Bunun orta yolu, ən etibarlı yolu əslində orta yol adlanır. Çindən çıxacaq yüklərin quru yolu ilə, orta yollarla ümumiyyətlə Londona qədər çatıb getməsi məsələsi var. Burada da ən etibarlı yol orta yol adlanır. Çünki Rusiya üzərindən gedən yol Rusiyanın vəziyyətinə görə Rusiya bütün məsələlərdə lazım gələndə şantaja keçir də, etibarsız sayılır. İran etibarsız sayılır onların gözündə. Ən etibarlı yol Türkistandan keçib Azərbaycan üzərindən Qara Dəniz, Gürcüstan, Türkiyə, Avropaya gedəcək yoldur. Həmən bizə gələn orta yolun çıxışı həmən o Kəşmir ərazisindəndir. O yolun isə açılmağını istəməyən qüvvələr var. Bu dövlətləri bilirsiniz. Yəni Çinin dünya lideri indi hal-hazırda da sözsüz ki Amerikadır, amma Çin onu demək olar ki keçmək üzrədir. Bir addımlıqdadır. Bəzi insanlar deyirlər ki, Çin artıq Amerikanı keçib, yəni keçməyib, amma bir addımlığındadır, hər an keçə bilər. Böyük bir texnologiya, istehsalat, insan gücü, ucuz işçi gücü olduğu üçün, Çinlilər çox
uzun saat işləyirlər az maaşa, özü də çox dəqiq də işləyirlər. Çinlilərin işləməsi çox dəqiqdir. Ona görə Çinin dünya gücünün olmağını istəmirlər. Hal-hazırda yəni müharibələr bunun üzərindədir. Çin üçün Pakistan çox önəmlidir. Eyni zamanda da Çindən çıxan bir yüklər var ki, hansı ki o Pakistandan dənizə çıxaraq, oradakı limanla, dəniz yolu ilə dünyaya paylaşılacaq. Yəni Pakistan Çin üçün olmazsa olmazdır. Yeri gələrsə Çin Pakistana görə müharibə də edər. Yəni bunu unutmasınlar. Bəlkə Çin üçün hətta Pakistan Tayvandan da önəmlidir. Yəni bunu da unutmamalıyıq. Yəni bunu istədilər. Pakistan Hindistanın bu həmləsinə elə cavab verdi ki, Hindistan indi artıq vasitəçi axtarır Amerikanı, onu bunu ki, dayandırsın. Yəni atəşkəs məsələsi var. Deyəsən müəyyən razılığa da gəliblər. Bunu Pakistan yox, Hindistan istəyib. Çünki Hindistan gördü ki, müharibə böyüyərsə, çünki heç nə eləməmiş artıq 5 təyyarəsini itirdi. Böyük bir qarnizonu vuruldu, daha çox əsgəri öldü. Pakistanın nə itirdiyi, yəni təbii ki, belə şeylər məxfi olur, bildirilmir. Amma görünür ki, Pakistan elə bir şey itirməyib nəsə. Əsasən itirən Hindistan olub. S-400-ləri də belə vurublar, halbuki Hindistan onu güclə almışdı Rusiyada. Plus bəhbəhlə Fransanın Rafale, Dassault təyyarələrini almışdı Hindistan. Çoxlu sayda milyardlarla 8 milyarda yaxın deyəsən xərc qoymuşdu və ardını da almaq istəyirdi. Pakistan o təyyarələrin yüksək naviqasiya olan, nə bilim, görünməyən, radara görünməyən təyyarələrin çox rahatlıqla saldı yerə Çin texnologiyası ilə. Çinin təyyarələri ilə, JF-17 ilə, JF-17-ni Azərbaycan da alıb. Amma JF-17-dən başqa deyəsən, başqa nəsə 10, J-10 deyilən bir təyyarə var. Bu Çinin özünündür. O və Çinin istehsal etdiyi hava və yaxud hava-yer it müharibəsində, yəni hava müharibəsində istifadə olunan raketlərlə vurdu. Yəni burada eyni zamanda Çinin texnologiyasının da artıq yüksək səviyyəyə çatdığını biz gördük. Bu gedişatdan hətta təsəvvür edilir, Yunanistan da artıq titrəməyə düşdü. Çünki o da o təyyarələrdən alıb Türkiyəyə qarşı üstünlük əldə etmək istəyirdi. Yəni Pakistan bizim qardaş ölkədir, dost ölkədir. Həqiqətən Pakistanlılar bizə çox sevgi ilə yanaşırlar. Siz Pakistanlıları görsəz, Pakistanda yaşayan xalqı görsəz, onlar daha çox bizi sevirlər. Bu da tarixi yaddaş var da, təbii ki, oxuduqları kitablar var, kitablarda yazılanlar var. Türkiyə ilə onlar həm də Azərbaycanı bir gördükləri üçün, çünki əslində də biz birik, bizi çox sevirlər. Biz də təbii ki, Hindistanla da əlaqələrimiz var. Axır zamanlar Hindistanlı şirkətlərdə Azərbaycanın çoxlu gəliblər, əlaqələrimiz var. Təbii ki, biz burada sakitliyin olmağını istəyərik. Bu da belə də olmalıdır. Amma üstörtülü də heç olmadı. Açıq şəkildə də biz Pakistanı dəstəklədiyimizdə deyirik. Çünki bizim strateji müttəfiqimizdir. Bizə görə Ermənistanı tanımayan ölkədir. Hətta yer gəlmişkən deyim ki, Pakistan İsraili də tanımır. Həmən o Hindistanla da Ərəb ölkələrinin, İsrailin də həmən bu orta yola paralel bir ticarət yolu məsələsi var. İran da o məsələyə baxmayaraq ki, İranla İsrail güya düşməndirlər falan filan, İranın Zəngəzur dəhlizinə qarşı çıxmağının səbəbi elə bir də həmən o Hindistandan çıxan Cənub-Şərq deyirlər də. Cənub-Şərq yolu var.
o Hindistandan gələn malların paralel olaraq İrandan keçərək Gürcüstan filan Qara dənizlə Avropaya gedir. Yəni bu məsələlər hamısı ticarət müharibələridir. Qardaş Pakistan yəni özünü göstərdi, necə güclü olduğunu göstərdi. Biz Pakistanı dəstəkləyirik, amma müharibələrə qarşıyıq. İnsanlar ölməməlidir. Pakistanda eyni zamanda da çoxlu, necə ki, məsələn, Amerika Ukrayna ilə mineral torpaq elementləri ilə müqavilələr imzaladı. Həmən o elementlərdən Pakistanda da çoxdur. Pakistan çox dəyərli torpaqların olduğu yerdir. Eyni zamanda da bu xam malın keyfiyyəti söhbəti var da. Yəni torpaqda o az qazdığın torpaqda nə qədər o metaldan var. Tərkib söhbətinə baxanda, yəni Pakistanda məsəl üçün misdir, qızıldır, digər batareyalarda filanlarda istifadə olunan minerallardan. Bu dəqiqə ilə həmən o şeylərin müharibələri gedir də, minerallar, torpaq elementləri. Çünki artıq elektrikli maşınlar, nə bilim, artıq təyyarələr, gəmilər də zamanla elektrikli olacaq. Yeraltı, sualtı qayıqlar, nə bilim, qatarlar, hər şey elektrikə keçirirlər. Bunun üçün də müəyyən lityumdur, nə müəyyən kobaltdır, filandır, bu minerallar lazımdır. Bunların davası gedir. Eyni zamanda bu minerallardan Pakistanda da çoxludur. Məsələlər çox qarmaşıq məsələlərdir. Burada iqtisadi var, siyasi var, hərbi var, strateji var, nə bilim, yollar var, çox şeylər var. Amma Hindistan çox böyük səhvə yol verdi, amma səhvini də anladı. Mən anlayıram, belə başa düşdüm ki, Pakistan da layiqincə ləyaqətini göstərib, duruş göstərdi, cavabını verdi. Yəni burada itirən hardasa Hindistan oldu. Dünyada sülh olsun, sülh olmaq üçün də güclü olmalısan. Sən sülh, firavanlıq şəraitində yaşamaq üçün də güclü olmalısan. Siyasi tərəfdən, iqtisadi tərəfdən, hərbi tərəfdən güclü olmalısan və ən vacibi də sən güclü olarsansa zaten belə olacaq. Həm də özün də axtarışda olmalısan, güclü müttəfiqlərin olmalıdır. Növbəti videolarda görüşənə qədər salamat qalın.